أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا وخاتم النبيين أبا القاسم محمد. اللهم صل على محمد وآله وأهل بيته الطيبين الطاهرين وعلى أصحابه المكرمين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. قال الحكيم في كتابه الكريم: قال عذابي أصيب به من أشاء ورحمتي وسعت كل شيء. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Sadaqallahul aliyyul azim. Peygamber, Ali Peygamber hakkında bir salavat edileyek. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Zemenbiye, avliya, avsiya, şüheda, aziz şehitlerimiz, dünyada ne kadar ki şehitler var, onların da ruhlarını yad eləyək. O cümleden aramızdan giden mümineler, valideynlerimiz, azizlerimiz ki dünyalarını değişiblər, onların da hakkında bir salavat ediləyək. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Allah'ın rahmet ayı, rahmet kaplarının açık olduğu günler, saatler, hem ay aziz, hem saatler Allah yanında əzəmətli, hem cümə günü, hem halkımızın milli Novruz bayramı, hem Allah'ın yer üzerindeki hüccətinin şehadet günü, yani bir ilahi rahmet günüdür ki, hem gündüzü hem gecesi bütün il boyu olunan ibadetlerden faziletlidir ve Kur'an buyurduğu kimi hayrun min alfi şehr ve min ay kabul olunmuş Hazreti Peygamber Aleyhisselam'ın ibadeti kimi Allah'ın yanında kabul olunmuş bir gün ve saatin Allah evinde olan rahmetin deryasındayıq. Geçen Əhyada qeyd elədim. Allah Kur'an-ı Kerim'de 12 ay sizler için biz tayin eləmişik deyerek buyurur. Yalnız bir ayın adını çəkir, 11'inin adını çəkmir. Buyurur ki, Ramazan mübarek bir aydır ki, Allah öz Kur'anında bu ayın mübarekliğin elə o adın özün çəkməyi ilə bizə ən azı başa salır ki, bəndələr, mənim yanımda bütün aylardan bu ay fəzilətlidir, əzizdir. Belə bir ay ki, bu ayda hem ilahi rahmet dünyanı bürüyüb, hem ilahi rahmet olarak Kur'an nazil olup, hem de ki bugünkü gece Mevla-i Mütteqiyanın şehadet günüdür. Allah'ın velisinin yer üzerinde olan hücceti, imamın şehadet günüdür. Bu hiç de tesadüf olan mesele değil. Baxırsan ki Allah yanında bir şəxsiyyət bu ayda Əhya gecəsində zərbətlənir, Əhya gecəsində şəhadətə yetişir və Əhya gecəsində 22'si axşamı Ramazanda gecə dəfn olunur. Burada bir ilahi hikmət, ilahi bir məqsəd, əlbəttə bilmədiyimiz tərəfləri də var. Ama onu bilirik ki, yəqinliklə ki, Allah bu rəhmət günündə
bir tərəfdən öz rəhmətini Peyğəmbər əleyhissalama nazil eləyir, Peyğəmbər əleyhissalamın qəlbinə nazil eləyir, bir tərəfdən də yer üzərində olan Peyğəmbərin varisi Mövla-i Müttəqiyanı çəkir, aparır öz rəhmət dəryasına. Mövla-i Müttəqiyan əleyhissalamdan çox danışmaq olar, çox danışmışıq, eşitmişik, amma hamısı heç bir dəryanın zərrəsi qədər deyil. Qur'anda yüzlərlə ayə ağanın fəziləti haqqında nazil olubdur. Əgər biz diqqət eləsək Mövla-i Müttəqiyanın Allah yanında olan dərəcələrinə, ayələrdən başqa Həzrət Peyğəmbər əleyhissalam onun haqqında buyurubdur ki, ey Əli, sənin mənə olan nisbətin Musanın Harunla olan nisbəti kimidir. Amma məndən sonra Peyğəmbər olmayacaq. Yəni Peyğəmbər olsaydı, Mövla-i Müttəqiyan Peyğəmbər olardı. Yəni Xatəmən Nəbi ki, Peyğəmbərlik yer üzərində Həzrət Peyğəmbər əleyhissalamdan sonra qət oldu, kəsildi. Və ondan sonra yer üzərində Allahın imaməti başlandı. Və imamət də ki, Qur'an-ı Kərimdə, Əhyada biz onun ayələrindən qeyd elədik və onu da əlavə eləyim ki, Əhyada da qeyd eləmişdim, amma indi ola bilsin ki, mömin qardaşlarımızdan eşitməyə, onlara bir mübarək məsələdir deyənə qeyd eləyirəm. İbrahim əleyhissalama ki, Qur'anda Allah xitab eləyir, 5 cürə xitab eləyib. Əbd, Nəbi, Rasul, Xəlil. Heç birində İbrahim əleyhissalam Allah'ın onu səsləndirdi ki, ey İbrahim, ey Abdallah, ey Nəbi, ey mənim Peyğəmbərim, ey mənim Rəsulum, ey mənim Xəlilim. Heç birində İbrahim əleyhissalam təəccüb eləməyib. Amma bir vaxtı gəldi ki, 100-dən çox yaşı var idi, artıq qocalmışdı. Allah ki, onu imtihan eləyəndən sonra İsmail əleyhissalamın ki, qurban kəsilmə hadisəsini bilirsiniz. Onda ayə nazil oldu. Ey İbrahim, biz artıq səni imtihan elədik və sən bizim imtihandan başı uca çıxdın. Ona görə də səni imam təyin eləyirik. İbrahim əleyhissalam təəccüb edir. Qocalmışam bu yaşda, məni büyündən sonra ilahi o vəzifəyə təyin edirsənmi? Gör imamət nə qədər Allah yanında əzəmətli bir məqamdır ki, Rasul təyin edir, dillənmir. Xəlil deyir, Xəlilullahdır İbrahim əleyhissalam. Yəni təəccüb eləmir. Amma bir ayə ki, gəlir ki, sən imamsan, təəccüb edir ki, yəni ilahi, məni sən imam mı təyin eləyirsən? Görün, imamətin nə qədər əzəməti var Allahın yanında ki, Allahın əşrəf bil, əfzəl peyğəmbərlərindən, Həzrət Peyğəmbər əleyhissalamdan sonra ikinci olan şəxs təəccüb edir ki, yəni ilahi, mən imam olara bilərəmmi? Yəni imamət mövzusu çox geniş mövzudur, fəqət xatırlamaq üçün mən bu sözləri deyirəm. Və Peyğəmbər əleyhissalam da öz zamanəsinin həm peyğəmbəri idi, həm imamı idi. Amma Həzrət öz sağlığında Mövla-i Müttəqiyanı xalqa tanıdır və axırda da onu imam təyin edərək dünyasını dəyişir. Və bu əzəmətli günlərdə Qur'an-ı Kərimə diqqət eləsək, yəni əhya gecələri Allah nə qədər əzəmətli mələklər var, hamısın, hətta ruh deyilən bir mələk, onu alimlər, müfəssirlər həm Həzrət Cəbrail əleyhissalam deyə qeyd edirlər, həm də deyirlər ola bilsin ki, Həzrət Cəbraildən da bir böyük bir mələkdir. Allah
əhya gecəsi hamısını yer üzərinə göndərir. Və hara gəlir? Şübhəsiz ki, Peyğəmbər Əsəlamın yanına gəlir. Peyğəmbər Əsəlamın itaətində olurlar. Sual edirlər ki, ya Rasulallah, səndən sonra da bu iş davam edəcəkmi? Həzrət buyurur, bəli. Və səndən sonra ya Rasulallah, kimin huzuruna gələcək bu mələklər? Həzrət Mövla-i Müttəqiyyən əleyhissalamı göstərir ki, məndən sonra bu və bunun evladlarının, 11 evladının huzuruna nazil olacaqlar. Bax, imamət bu qədər Allah yanında əzəmətlidir. Bu ayda Allah bütün insanlar üçün cəhənnəmin qapısını bağlayıb, rəhmət qapısını açıbdır. Artıq biz daxil oluruq o günlərə ki, artıq 3-cü 10 günlüyü yavaş-yavaş, görsən gün, neçə gün qalıbdır ki, artıq tərk edirik. Hər kəs bu günlər ilahi rəhmətdən faydalanmasa, həm dünyada, həm ahirətdə xüsran olan şəxslərdən, ziyankarlardan olacaq, peşmançılıq çəkəcəkdir. Qur'an bizlərə bildirir ki, sənin bugünkü gün məscidə getməyin, məsciddə, məclisdə iştirak eləməyin 1000 ayın ibadətindən xeyirlidir. Bugünkü gəlmişik məscidə, Allah sənə 80 ildən çox yazır ki, sən cümədə, məsciddə, məclisə gəlmişsən. Özü də o məclis ki, nəfəsun, hesabatın 1-ə 1000 artırır və sənə o dərəcəni verir. Və buyurur ki, xeyirlidir. İndi Allahın verdiyi vədiyə ki, gəlmişik bugünkü gün, Allahdan hər nə istəyirsiniz istəyin. Özün vədəsidir ki, mən sizin bütün istəklərinizi qəbul edəcəm. Fədəuni əstəcib ləkum. Qur'an-ı Kərimdə səhv etmirəmsə, Bəqərə surəsinin 185-ci ayəsində Allah Teala Ramazan ayından danışanda ardınca da həmin bu oxuduğum fədəuni əstəcib ləkum, hər nə istəyirsiniz istəyin deyir. Da arada fasilə yaratmır. İndi belə bir gündə qəlbinizi Allaha verin, nuraniyyət dəryasına başvurun və əldən keçirtməyin, əldən çıxartmayın həm bugünkü əhyanı, həm də ki, gələn Ramazan ayının qarşıda gələn 22-si axşamı 3-cü əhya olacaqdır. Mən istəyirəm ilahi rəhmətdən diqqət üzə çatdıram. Çünki Mövla-i Müttəqiyyən əleyhissalamdan çox danışmışıq. Çox danışmaq da bizim məclisimizi şərəfləndirər, fəzilətli eləyər. Amma istəyirəm bugünkü günü ona qeyd eləyəm ki, ola bilsin yox, elə mənim inşallah Ramazanda axırıncı cüməmdir ki, istəyirəm ki, elə müəyyən qədər bəzi Ramazanın axırıncı günləri ilə əlaqədar bəzi hədislərdən danışam. Ramazanla xudafisləşmək budur ki, yəni axırıncı günlər ki, 10 günlüklər ki, artıq biz Ramazan əlimizdən çıxır. Xudafisləşmə hər bir yerdə olduğu kimi, hətta Məkkənin özündə də gedən hacılar bilirlər, Məkkə ilə xudafisləşmə namazı vardır. Məsəl üçün, birinə qonaq gedərsən, görsən ki, səni dəvət eləyib, öz məclisinə səni istiqbal eləyir və yaxud da sənin üçün qarşılamaq üçün insanlar göndərir və yola salanda da səni yola salır, xudafisləşirsən, biraz səndən məhəbbəti səni çox istəsə, eşqi məhəbbəti sənin qəlbində çox olsa, nəinki səni kimlənsə yola salar, hətta özü də bəzən görsən ki, düşür, səni hətta miniyə də mindirir, yola salır.
Allahın məclisinə gəlmişik, Allahın ayına gəlmişik ki, özü bizi dəvət edib. Mərhəmətli Allah özü bizi bu ayda yola salacaq ki, biz də Allahla xudafisləşməliyik. Amma necə xudafisləşməliyik? Artıq bizim yeni ilimizdir bu. Əhya günləri və nami əmalımız artıq təsdiq olunan günlərdir. Yəni, hər nə istəsən, Allahın bugünkü günün mələkləri İmam-ı Zamanın yanında bizim üçün yazır ki, bir il sənin başına bunlar gələcəkdir. Bir il sən bu ruzunu qazanacaqsan. Bir il sən belə olacaqsan və indidən qəlbimizi paklayaq ki, İmam-ı Zaman bizdən razı olsun ki, o mələklərin yazdıqlarını təsdiq edəndə biz də o rəhmət-i ilahi dəryasında İmam-ı Zamanın təsdiqi ilə mələklər onu aləmi nuraniyyətə aparacaqlar ilahi dərgaha. Odur ki, hər an ki nəfəs çəkirsən, Allahı unutma ginan. Hər nəfəs ki oturmuşsan Allah evində, Allahdan çalış birinci növbədə axirəti üstəginən. Allahın dərgahında genişdir hər bir şey. Amma axirət aləmi hər adam üçün xoş olmaz. Amma Allah vədə verib bugünkü gün inşallah gərək biz bunu unutmayaq. Cabir bilirsiniz ki, Həzrət Peyğəmbər əleyhissalamın yaxın sahabələrindən idi. Cabir deyir ki, mən Ramazanın axırıncı günləri nə idi? Həzrət Peyğəmbər əleyhissalamı ziyarət eləməyə gəldim. Salam bə'də salam, Həzrət buyurdu, ey Cabir, artıq hazırsan bu ayla xudafisləşməyə. Ya Rasulallah, bu ayla necə xudafisləşmək olar? Həzrət Peyğəmbər əleyhissalam buyurdu, Allahümmə la təcəaluhu əxirəl əhdi min siyamina iyyahu fa in cəaltəhu fəcəalni mərhumən. Ey Cabir, dualarında bu cürə dua elə. İlahi rəhmət ayı əlimizdən gedir. Ey Cabir, bu cürə dua eləcəkən ki, ilahi, bu ayı, bu Ramazan ayı, bu rəhmət ayı bizlər üçün axırıncı ayımız olmasın. Ey Cabir, Allahdan istəginən فَاِنْ جَعَلْتَهُ فَجَعَلْنِ مَرْحُمًا. İlahi, məni bu Ramazan ayında ibadətləri, itaətləri icra eləyən və duaları qəbul olan şəxslərdən qərar ver. Əgər dünyamı dəyişsəm və Ramazanı dərk eləməsəm, məni rəhmətindən və bağışlanmağından məhrum eləmə. Peyğəmbər əleyhissalam buyurur. Bizim aramızda insanlar vardı ki, siz də tanırdınız, görmüşdük. İndi artıq onlar bizdən ayrılıblar, dərk edə bilmədilər. Yəni bu ay qismət olmadı. Bilmək olmaz ki, gələn Ramazana kim dünyasını dəyişəcək, kim dünyada qalacaq. Odur ki, ilk dua Peyğəmbər əleyhissalam Cabirə öyrətdi ki, o duanı eləyin ki, ilahi bizim axırıncı Ramazanımız qərar verməklə. Əgər biz İmam Səccad əleyhissalamın bu ayda etdiyi Ramazanla xudafisləşmə dualarına diqqət eləsək, Səhifə-i Səccadiyyədə 45-ci dua vardır. Çalışın o duanı oxuyun. İmam Səccad əleyhissalam həmin duada mən bir neçə cümləsini diqqətinizə çatdırım. Həzrət buyurur ki, ilahi, Ramazan ayına ən xalis əməllər və ən seçilmiş ibadətlər ayı etmisən. Bu ayı digər aylar, bütün zamanlar və əsrlər arasından seçmisən. İlim bütün vaxtlarından üstün qərar vermisən. Qur'an və nuru həmin ayda nazil etdin və imanı bu ayda
qat-qat artırdın. İlahi, bu ayda oruç tutmağı vacib buyurdun. Gecələrini oyaq qalmağa həvəsləndirdin. Həzrət o ayəni buyurur ki, bir gecə 1000 aydan fəzilətlidir. Buyurur və onu 1000 gecədən xeyirli olan Qədr gecəsi ilə əzəmətləndirdin. Sonra məhz bu aya xatir bizi digər ümmətlərindən üstün etdin. Və bu ayın fəziləti sayəsində biz bütün ümmətlər arasından seçildik. Əmrinlə bu ayda gündüzləri oruç tutduq. Gecələri isə sənin köməyinlə ibadət etdik. Bizim üçün hazırladığın mərhəmətə çatmaq və savab qazanmaq üçün bu ayda tutduğumuz oruc və qıldığımız namazı vasitə etdik. Sən bəndələrin istədikləri hər şeyi verməyə qadirsən. Dilənilən ehsanı bəxş edir və sənə yaxınlaşmaq üçün çalışan, istəyənə yaxınsan. Belə ki, bu ay bizim aramızda bəyənildi, yaxşı yoldaş oldu və dünyanın ən yaxşı nemətlərini bizə ərmağan gətirdi. Vaxtı başa çatdıqdan, müddəti sona yetdikdən, günləri tamamlandıqdan sonra bizdən ayrıldı. İndi onunla vidalaşırıq. Ayrılıq bizim üçün çox çətindir. Ayrılığı bizi qəm, qüssəyə və qorxuya salıb. Onun hörmətini saxlamaq və haqqını əda etmək öhdəmizdə qırılmaz bir peymandır. Mən Həzrətin dediyi bu kəlama istəyirəm bir dənə əlavə eləyəm. Həzrət buyurur ki, onun hörmətini saxlamaq. Əziz mömin qardaşlara deyirəm, əgər o şəxslər ki, oruç tuta bilmirlər, üzürlüdülər, xəstədirlər, çalışsınlar aşikarda, nə sigaret çəksinlər, nə çörək yesinlər, nə su. Da deməsin ki, mən xəstəyəm. Hər kəs bu ayın hörmətini saxlamasa, onun üçün ayrıca bir cəza vardır. Bilirsiniz ki, sigaret çəkmək orucu batil eləyir. Oruc batildirsə, heç olmasa xəlbətdə çəkkinən, daha gəlib cəmaatın gözünün qarşısında sigaret çəkməklə. O cümlədən də yemək, içmək də bu kimi. Həzrət buyurur ki, salam olsun sənə ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə ey bizim vaxtlar içərisində ən əziz həmsöhbətimiz, günlərin və saatların içərisində ən yaxşı ay. Həzrət bu kimi salamları 20-yə yaxın cümlələrlə bizlərə buyurur. Axırıncısını buyurur ki, salam olsun sənə və məhrum qaldığımız fəzilətlərinə və əlimizdən çıxan bərəkətlərinə. İlahi, bizi onunla şərafətləndirdiyin bu ayın əhliyik, bədbəxtlər vaxtını tanımadığı və bədbəxtlikləri üzündən onun fəzilətindən məhrum qaldıqları bir zamanda biz bu ayda ibadət etmək tövfiqini bəxş etdin. Sənsən ixtiyar sahibi ki, bizi o ayın mərifəti sayəsində ucaltdın və o ayın sünnələrinə yönəltdin. İlahi, pis işlərimizi, səhlankarlığımızı sənə etiraf etməklə yanaşı sənə həmd olsun. Və imam bu kimi duaları eləyir və buyurur ki, çalışın bu ayda qüdrət-i ilahi qarşısında öz təslimiyyətinizi eləyin. Əgər diqqət eləsək, İmam Səccadın Qur'an-ı Kərimdə buyurulan ayəsinə olan qəlbi yandırıcı sözlərinə görərək ki, o həm də Həzrətin özünün əməlində büruzə olubdur. İmam Səccad əleyhissalam Ramazan ayının sonlarında evində olan bütün xidmətçiləri yığır. Hamısını çağırtdırır və başlayır onlara buyurur ki, mənim əlimdə bir dəftər var. Bu dəftərdə sizin bu ayda etdiyiniz bütün
səhv və yanlış əməlləriniz hamısı yazılıbdır. Hətta səhv danışdığınız sözlər də yazılıbdır. Etdiyiniz xətalar burada qeyd olunubdur. İndi isə sizə deyirəm, mən sizi əfv elədim, mən sizi bağışladım. Və sonra buyurdu, əllərinizi göyə qaldırın və uca səslən. Həzrət buyurdu ki, əllərinizi irfəu əsvatakum. Uca səslən, səslənin. Allahumma auf an Ali ibn al-Husayn kama afa anna fa'atiqhu minan nar. İmamın duasına diqqət edin, gör necə bizlər üçün bizə şamil olan duadır. Həzrət buyurur, öz evində işləyən o xidmətçi, kəniz, qulam və digərlərinə buyurur ki, əllərinizi qalxızın göyə və dua edin. Özə belə dua edin, uca səslə ki, İlahi Ali ibn Hüseyni bağışla gilan. Fikir verin. Məsum imamın duasına baxın. Məsum imam evində olan insanlara dua elətdirir ki, məni dua edin. Və Həzrət buyurur ki, deyin ki, necə ki Ali ibn Hüseyin bizi bağışladı, İlahi, sən də Ali ibn Hüseyni bağışla və cəhənnəm odundan ona nicat ver. Təəccüblüdür. İmam öz evindəki xidmətçilərə bu sözü deyir ki, Allaha dua edin ki, Allah məni cəhənnəm odundan nicat versin. Amma mən 5-10 rükət namaz qılıram, 5-10 gün oruç tuturam, elə biləm ki, behiştin ortasında oturmuşum. Amma imamın duasına baxın, düzdür, Allah rəhmət qapısını açıbdır. Hər elədiyimiz Allahın rəhmətində böyük savab verəcəkdir. İstər namaz, amma o bizi arxayınlatmasın. Məgər Tələhə Zübeyrdən çox namaz qılacaqsan, Peyğəmbər İslamın yanındaydı. Məgər onlardan çox oruç tutacaqsan, Peyğəmbərlə 25 il Peyğəmbərin qarşısında əlində qılınc İslam üçün difa eləyib. Amma axırı necə oldu? Mövla-i müttəqiyana həmin o qılıncla başladı qarşı çıxmağa. Yəni vəfa yoxdur dünyaya. Və heç kəs deyə bilməz ki, mənim aqibətim yaxşı ola bilər. Həmişə dua eləyin ki, İlahi bizim aqibətimizi xeyirli qərar verginən. Yəni imamın dediyi budur ki, mən qorxuram hələm. Görün nə dərəcədə şeytan güclüdür və vəsvəsə yaradıcıdır. Odur ki, imamın buyurduğu bu duadan sonra imam nə buyurur? Buyurur ki, şimdi ki bu cürə dua elədiniz, gedin bayrama hazır olun. Və bugün ki siz mənə dua elədiniz, mən sizi keçdim, mən də sizə hədiyyə verirəm və sizi bağışlayıb azad eləyirəm. İmam bizlər kimi deyil ki, getsin kəniz alsın bazardan, qulam alsın, gətirsin, evində işləsin. Yox, imamlar bütün kənizləri, bütün qulamları gedib bazardan alırdı ki, onları azad eləmək üçün. Amma bir gün, 10 gün, 1 il evində saxlayırdı ki, onları təqvalı eləmək üçün. Onlara İslamı başa salsın. Baxırdı ki, bəli, artıq belə hazırdılar, mömindirlər, onları hamısını azad edirdi. İmam da buyurdu ki, gedin və mən də sizə ehsan elədim, sizi bağışladım deyib Həzrət, necə ki Qur'an-ı Kərimdə Ali İmran surəsinin 134-cü ayəsində buyurur ki, وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّٰهُ يُحِبُّ الْمُحْسِنِينَ. Allah buyurur ki, ey möminlər, həm insanları bağışla, həm onların günahlarını görməməzliyə vur, həm də onlara ehsan elə. Qur'anın ayəsidir. Odur ki, bu ayda gərək bir-birimizi bağışlayaq və çalışın özünüzdən incitdiyiniz və incidiyiniz dostlara
rəhmət qanatlarınızı açın və onlar üçün dua eləyin. Əleyhissalamın bu günlərdə bir buyruğu var. Həzrət buyurur ki, Fitr bayramı axşamı mələikələr nida edirlər ki, ey Allahın bəndələri, Allah sizin bütün günahlarınızı üstünə xətt çəkib, bağışlayıb. Amma şərti nədir? Həzrət nə buyurur? Buyurur ki, sonra mələklər nə deyir? Əgər qulaqlarımız açıqdırsa, bəsirət qulaqlarımız açıqdırsa, bunları eşidib və bədənimizdə hopdurarıq canımıza. Həzrət buyurur ki, kayfə təkunu fīmə təstəənifun. Mələklər ki, bizə nida eləyirlər ki, ey bəndə, sən ki, bu Ramazan ayını dərk elədin, Allahın rəhmətinə, dəryasına baş vurdun, Allah sənin üstüvə bütün nə qədər ki, günahlar yazılmışdı, hamısının üstünə xətt çəkdirdi, amma nə? Həzrət buyurur ki, amma baxın görün, Ramazan çıxandan sonra kim olasınız? Elə deyil ki, mən Ramazanda oruç tutum, dilimi bağlayayım, gözümü haramdan saxlayayım, bütün vücudumu Allaha tapşırım, oruçlu çıxandan sonra yenə olum əvvəlki insan. Yox, mələklər nida eləyir ki, bəndələr, orucluq qutarandan sonra diqqət eləyin özünüzə. Arxayın olmayın tutduğunuz oruclara, namazlara, ettiğiniz dualara. Şeytan güclüdür. Bir şeytan ki, Allah'ın peyğəmbəri ki, Adəm əleyhissalamı ki, bütün nemətlər behişdə olduğu halda, amma görsən yoldan çıxardıb, neyinir? Tərk-i övla eləyib, əl uzadır o meyvəyə. Biz kimik? Arxayınçılıq yaratmasın. Bir məsələni də diqqətinizə çatdırım. Fiqh kitablarında da qeyd olunubdur ki, hər kəs bayram günü yox, bayram günündən sonra 3 də deyirlər, amma əsası 6 gündür. 6 gün oruç tutsanız, 1 ili oruç tutmuş savabı qazanacaqsınız. Necə? Qur'an-ı Kərim nə buyurur? Buyurur ki, mən cəə bil həsənə fələhu əşru əmthəlihə. Hər kəs bir yaxşı əməllə gəlsə, bir yaxşı iş görsə, Allah buyurur ki, onun 10 mislini biz ona verəcəyik. Burada nə mənadır? Əgər bir insan bu oruçluq ayında oruç tutsa, ona vursan bu eləyir 300 gün. 6 gündə Şəvvala ayını Ramazana birləşdirsən, amma bayram günü yox. Eləyir 60 gün. Yəni Allah səni 1 il oruç tutanlardan yazar ki, o əməli imkan dairəsində inşallah çalışın, icra eləyin. Və bir duada oxuyuruq. Allahümmə qaşşini fihi minər rəhmə. Artıq biz bu duaları eləyən vaxtlarımız çatıb. İlahi, bu duada baxırsan ki, Allahdan 4 şey istəyirik ki, o Ramazan ayının dualarında var. İlahi, qaşşı sözü budur ki, bürüyən, yəni məni ört, bürü. Allahümmə qaşşini fihi minə rəhmə. İlahi, məni bu ayda örtünə, bürücünə. Varzuqni fihi tevfik. Mənə bu ayda tevfik vercinən. Bax, Ramazan ayı çıxır, amma imam bizə nə deyir? Bunu öyrədir. Və buyurur ki, vələ ismə. İlahi, mənə ismət ver. Yəni abır ver, həya vercinən. Və tahri qəlbi min inayati töhmə. İlahi, məni töhmət vuranlardan uzaq eləcinən. Ya rahimən bi ibadihil müminin. Ey möminlərə öz rəhmətini nazil eləyən Allah. Baxırsan ki, bu bir ilahi duadır ki, Peyğəmbər və imamların dili ilə bizlərə bəyan olunur. Bir nəfər məscidə yaxınlaşır, gəlir, daxil olur və başlayır dua eləmə. Həzrət Peyğəmbər əleyhissalam da əyləşmişdi, bunun dualarını eşidirdi.
əllərin qaldırdı göyə, ilahi, məni və Peyğəmbəri bağışlayınan, Peyğəmbərlə məni behişdə aparcınan. Qalanları ilə özün bilərsən, aparsan da özün bilərsən, aparmasan da özün bilərsən. Həzrət Peyğəmbər əleyhissalam ona çağırdı, ey Allahın bəndəsi, sən niyə belə bir dua edirsən? Sən ilahi rəhmətə bir hədd qoyursan. Məgər Allah elə sənlə məni behişdə aparacaq, bu qədər möminlər? Məgər Allahın behişti dardımı ki, sən deyirsən ki, ilahi, bizi ikimizi apar, bu qədər möminləri yaddan çıxarırsan. Sən bu kimi duanla fərdi möminli gelirsən. Sən ictimai mömin deyilsən. Ya Resulallah, necə deyim, nə deyim? Hazreti Peyğəmbər sallallahu buyurur ki, deyin ki, ilahi, bütün möminləri bağışlayınan və bütün möminləri ilahi cənnətə aparınan və öz rəhmət dəryava qərq eləyən. Yəni ilahi rəhmət bu ayda cövlan eləyir. Dua eləyəndə birinci növbədə çalışın, valideynləri və möminləri dua eləyin. Hər bir insan ki, bugünkü gün özgələri dua edir, Allah mələkələri nazil olar, o dəqiqə deyər, ilahi, bu möminlərə etdiyi duanı onların özlərinə şamil eləyinən. Amma özün üçün etdiyin duada, görürsən, sakit dayanarlar. Gör, nə qədər fəziləti var insan özgələr üçün dua eləyə, yəni ilahi bir rəhmət. Həzrət Peyğəmbər əleyhissalam məsciddə idi, gördülər ki, bir nəfər əlində bir neçə cücəni, təzə yumurtadan çıxmış cücəni gətirdi Həzrət Peyğəmbər əleyhissalamın yanına. Qoydu yerə, hamı da təəccüblə baxır ki, bu nə iş görübdür? Gördülər ki, bir göyərçin gəldi, öz balalarını getdi, qənətlərinin altına aldı. Bilirsiniz ki, Allah o quşlara da onu veribdir, o instinktdə o qoyubdur. İlahi rəhmət nədir? Görürsən, hətta adi bir dənə o toyuq deyək, ya hansısa bir heyvan, gedirsən ki, onun cücələri var, balasına əl vurasan, o sənə üstüvə tullanır. Balasından ötəri özün ölümə verir. Gör, ilahi lütfə bax, ilahi mərhəmətə bax ki, o heyvanda onu, görsən, onun necə deyirlər, xilqətində qoyubdur. Həzrət Peyğəmbər əleyhissalam baxır, deyir, ey Allahın bəndəsi, bu nə işdir sən görmüsən? Sən quşun balalarını götürüb gəlmirsən, rəhimsizlik eləmirsən. Həzrət buyurur ki, and içir Peyğəmbər əleyhissalam ki, ey Allahın bəndələri, and olsun Allaha ki, bu quş ki, öz balalarına ki, bu qədər məhəbbət göstərir, öz balalarından ötəri ki, bu qədər özün ölümə atır, lütf göstərir öz balalarına, bilin ki, Allah öz bəndələrinə bu quşdan da ali dərəcədə mərhəmət göstərir, rəhim göstərir, lütflə baxır. Bu ayda Allahın həmin lütfi o insanlara aiddir ki, o insanlar Allaha tərəf üst tutalar və Allahdan istəyərlər ki, Allah bizim bütün etdiyimiz, bilib bilmədiyimiz günahları əfv eləyinən, bağışlayınən. Və Peyğəmbər əleyhissalamın yanı bir sahabədə gəlir, ya Resulallah, mən yuhasibul xalqə yevməl qiyamə. Ya Resulallah, qiyamətin günündə bizlə kim mühasibətlik eləyəcək? Kim bizim haqq hesabımızı, dünyada etdiyimiz əməllərimizin haqq hesabını aparacaqdır? Məlum məsələdir ki, hətta ziyarəti camiyədə də oxuyuruq ki, qiyamətin günündə, haqq hesab günündə, məhşər günündə mələklər və peyğəmbərlər yanında hesabat gedəcək və hesabat aparacaqlar. Və sonra Allah hesabat aparacaqdır. Buyurur ki, ya Resulallah, qiyamətin günündə kim bizlə hesabat aparacaqdır? Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, Allah özü hesabat aparacaq. Hakim odur.
Həmin şəxs deyir, ya Rasulallah, xəyalım, qəlbim rahat oldu, aram oldu. Əgər Allah özə hesabat aparacaqsa, demək biz nicat tapacağıq. Hazreti Peyğəmbər əleyhissalam buyurdu, o qəlbində ki, sənin o eşq, məhəbbət var, o yəqinlik var, bilginən ki, sən Allahın sevilmiş bəndəsisən. Amma bunu sən hardan hiss elədin, bunu hardan bildin? Həmin adam deyir, ya Rasulallah, لِأَنَّ الْكَرِيمِ إِذَا قَدْرَ عَفَا. Ya Rasulallah, çünki kəramət əhli olan şəxs öz gücünü, qüdrətini göstərmək istədikdə günahları həmişə günahkar şəxsə bağışlamaqla göstərər. Görsən ki, bir əzəmətli görsən insan var. Görsən ki, o nə edir? Gedirsən ki, onun yanına ki, mən sənə pislik eləmişəm, mən səndən belə eləmişəm. Onun elə əzəməti ondadır ki, deyək ki, bağışladım səni. Buyurur ki, ya Rasulallah, mən Allahın ki, o kərim adını bilirəm nədir? Mən bilirəm ki, kəramətli Allah özünün kəramətliyin, fəzilətin bizi bağışlamaqla sübut edəcək və bizə göstərəcək. Necə ki, əvvəllər də mən bir məsələni demişdim. Bir cavan var idi, dedi, ey Musa, Allaha mənim bir dənə istəyim var, onu çatdır ginən və onun cavabını mənə gətir. Əgər cavab verməsə, mən Allahı rüsvay eləyərəm. Təəccüb edir ki, bu nə danışır, bu Allah haqqında bu nə sözü deyirsən? Deyir, yox, mən dedimi get Allaha da ginən. Və Allah sənə verdiyi cavabı, mən ondan bir şey istəmişəm. O sənə verdiyi cavabı, gəl mənə de, mən deyəcəm ki, bəli, Allah kimdir? Bəli, Musa əleyhissalam ki, gəlir Allahla kəlmələşəndə ki, ilahi, özün bilirsən, filan cavan mənə bir söz dedi. Mən ona nə cavab verim? Dedi, ey Musa, gedərsən ona deyərsən ki, Allah sənin istədiyini verdi sənə. Bəli, Musa əleyhissalam gəlir, həmin cavanı tapır və deyir, ey cavan, Allah buyurdu ki, mən sən istədiyi vermişəm. Amma mənə maraqlıdır ki, sən nə istəmirsən Allahdan? Dedi, ya Musa, sən Allahın peyğəmbərisən və səndən öyrənmişik, səndən eşitmişik ki, Allahın bir adı Kərimdir. Kərimin mənasını mən belə başa düşmüşəm ki, cavan deyir, ey Musa, Kərimin mənası mən belə başa düşmüşəm ki, bir şəxs, məsəl üçün, ey Musa, sən mənə vədə verirsən ki, hansı vaxtı mənim qapımı gəlib döysən, mən qapımı açacağam. Gecənin bir aləmində, gündüz, hansı vaxtı gəlsən, hansı halda gəlib mənə üst tutsan, mən sənin günahları əff eləyəcəm və sənə mən rəhimli olacağam, hər nə istəsən verəcəyəm. Ey Musa, əgər belə bir şəxsin mən qapısına gedim, məni bağışlamasan, mən istədiyimi verməsən, necə olar? Deyir, özün rüsvay eləyər, çünki verdiyi vədə xilaf çıxar. Dedim, mən də Allaha deyir, üst tutmuşam, bağışlanmamı diləmişəm. Özü deyib ki, fədəuni əstəcib ləkum, gəlin sizə bağışlayayım. Gəlin məndən istəyin, rəhmət qapımı açım sizə. İndi Allah rəhmət qapısını açmaya, bizim günahlarımızı bağışlamaya, görün Allah necə olar? Odur ki, heç bir vaxtı, heç bir mömin bu ayda naümid olmasın. Naümid olsa Allah haqqında, Allahın rəhməti və kərimə haqqında onda demək olar ki, onda kiçik şirk var. Necə ki, 106-cı Yusuf surəsində mən qabaq təhlil edim. Möminlərin içərisində müşrik olanlar var. İmamdan soruşurlar, yabna Resulillah, mən mömin, namaz qılan, oruç tutan, mən necə müşrik ola bilərəm? Həzrət buyurdu ki, əqidədə yox, itaətdə müşrik olanlar. Yəni nə? Yabna Resulillah. Həzrət buyurdu ki, Allaha inanırsan, Allahın bağışlayan olduğuna inanırsan, amma qəlbində kiçik bir fikir qalıb ki, görəsən Allah mənim filan etdiyim günahları bağışlayıb, yoxsa yox. Allah ruzu verəndir, rəzzaqdır. Amma qorxursan ki, sabahlarım haqqı demək üçün, haqqı müdafiə eləmək üçün bir söz desəm, bir hərəkət eləsəm, məni işdən çıxaracaqlar, acından balalarım yaman günə qalacaq. Bu nədir? Bu həmin kiçik şirkdir.
Niye? Çünkü sen özün bilirsən ki, Allah ruzi verəndir. Amma haqq və ədaləti müdafiə eləmək üçün bir söz deyirsən, qorxursan. Allah ruzi verənsə niyə qorxursan? Allah Akbar deyib namaz qılırsan, niyə qorxursan? Allah'tan başqa özün kimi murdar sudan yaranmış, sabahda bir iylənmiş ətə çevrilən insandan niyə qorxursan? Bu özü həmin kiçik şirti ki, İmam Muhammed Baqir Aleyhisselam buyurur ki, gecə qaranlığında qara qarışqanın hərəkəti kimidir insanın itaətində bu məsələlər. Odur ki, Allah'tan istəyir. Bu ayda həm əqidəmizdə, həm itaətimizdə Allah bizi pak və gələcək günlərimizi xeyirli qərar versin inşallah. İlahi, sana and veririk Peyğəmbər, Ali Peyğəmbərə. Sana and veririk əzəmət və rəhmət ayına. Bizi bu ayda naümid eləməklə. İlahi, o əzizlər ki, bu rəhmət ayında gəldilər, ümidvar oldular və cümə günündə, bu əzəmətli günlərdə ki, yad elədilər və o cümlədən əhyanı dərk edib, əhyada iştirak edirlər. İlahi Peyğəmbər, Ali Peyğəmbər xatirinə onları Peyğəmbər və Əhl-i Beytin yolunda sabit qədəm hidayət eləcəklər. Və beytvi və imamların beytlərin ziyarət etməmiş bizləri dünyadan aparmaqla və Peyğəmbər, Ali Peyğəmbər xatirinə hər kəsin ki, hər niyyəti var, hər istəyi var, sana and veririk verdiyin vədə, onları bu qapıdan azad olmamış istədiklərinin hacətləri bəravürdə eləcəklər. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə o əzizlərimiz ki, bizdən ötəri şəhid oldular, əziz şəhidlərimiz, onları Mövla-i Müttəqiyan, bugünkü günün şəhadəti olunan və qeyd olunan Mövla-i Müttəqiyana qonaq qərar verginən və o əzizlərimiz ki, onlar ki, həmişə dediyimiz kimi canlı şəhidlərdirlər, o qazılarımız ki, ilahi onları da sağlam, itaətkar bir ömür bəxş eləcəklər. Və Peyğəmbər, Ali Peyğəmbər xatirinə Əhl-i Beyti başımızın üstünə rəhmət olaraq gətirməmiş bizi dünyadan aparmaqla bizi və dünya müsəlmanlarını və əzizlərimizi bütün gələcək illərdə, günlərdə öz rəhmət, bərəkət, ruzi, kəram qapıların dəryasını açıq qoyaraq onları orada qərq eləyən və Peyğəmbər, Ali Peyğəmbər xatirinə bu günlərim ki, o əzizlərimiz ki, Mövla-i Müttəqiyanın şiəsidir. O əzizlərimiz ki, mömindirlər. O əzizlərimiz ki, etiqadda Ələvidirlər. Onlar ki, Əhl-i Beyt yolunda yaşayıblar və minillərlə ki, bugünə kimi də gəliblər. Bu günlərim bilirsiniz ki, həmin o şiə, həmin Ələvi əzizlərimizə namaz qılan, oruç tutan adı ilə gəlib, zülüm eləyib, rəhm eləmədən onları nə uşaq, nə qadın, nə heç nə tanımadan onları qanların tökürlər, onlara rəhmsizcəsinə diri-diri torpağa bastırıb başlarını kəsirlər. İlahi, sən buyurmuşsan ki, bu ay Ramazan ayı, o birisi aylarında içindəki Məhərrəm var, Zilqədə, Zilhiccə, bu ay Allahın yanında çox əzəmətlidir və haram aylardan sayılır. Yəni, bu ayda heç kəs gərək müharibə eləməsin. Heç kəsi gərək öldürməsin. Bu Allahın Quranda buyurduğu bir aydır. Təsəvvür edin, oruç tutub, oruc olaraq qənim olsun, namaz qılır, namaz olaraq lənət oxusun. Bu işləri görə-görə və Allahın haram ayı olduğunu bilə-bilə insanları, dinc insanları qətlə yetirib, gedirlər oruçlarını açırlar. İlahi, sana an veririk izzət və sən izzətdə Allahsan, sən mehribansan, rəhimlisən, amma bu işdə onlara nə rəhm eləcəkən, onlara heç bir gün imkan verməklə ki, bir gündə yaşasın. İlahi, izzətin xatirə onları dünyada, özlərin, onları himayədar eləyənlərin hamısını məhv-i nabud eləcəkən.
və o əzizlərimiz ki, məzlumcasına şəhid olurlar. Onlar ki, nə kəfən bilinirlər, üstlərini torpaqla bastırırlar. İlahi, onları da bizim dünyasını dəyişən əzizlərimizlə bahəm bugünkü gün Mövla-i Müttəqiyənə qonaq qərar verginən və Peyğəmbər, Ali Peyğəmbər xatirinə o insanlar ki, İslama, xalqımıza, qeyrətimizə, namusumuza yardım edirlər. İstər öz gəlişləri ilə, istər sözləri ilə, istər maddi, istər mənəvi, hətta harda işlədiyindən asılı olmayaraq, ilahi, onların dünya, ahirətin abad eləginən o insanlar ki, əksinə İslam və möminlərlə düşmənçilik edirlər. İlahi, onları Peyğəmbər, Ali Peyğəmbər xatirinə özlərin və himayətdarların və əzizlərini dünya ahirətdə zəlil xar eləginən sana and verir Peyğəmbər, Ali Peyğəmbərə axıncı duamız budur ki, Peyğəmbər ki bizi örgətdi, başa saldı, bu məclisdə iştirak edən və üzürlü gələ bilməyən və dünyada möminlər ki, bugünkü günü yad edirlər, onların məclisin, ilin, ayın və oruculuğun axırıncı etməyinə, dualarımızın qəbuluna, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün, günahlarımızın bağışlanması, əzizlərimizin salamətçiliyi, o cəbhədə ki, qarda, soyuqda ki, əziz balalarımız ki, orada bizi qoruyurlar, onların salamətçiliyi üçün və İmam-ı Zamanın salamətçiliyi və tez gəlişi dünyada hakim olması üçün Peyğəmbər, Ali Peyğəmbərə 3 salavat hədiyyə eləyək.